Salam dostlar, bugün faizin 3-cü bölməsini izah edirik. Faizinə görə ədədin tapılması, iki ədədin faiz nisbəti izah olunacaq. Deməli, elə vaxt itirmədən başlayırıq birinci sualın izahı ilə. Sualları izah etdikcə qaydalarını da yanında deyəcəm, qeydlərinizi götürərsiniz uşaqlar. Birinci sualda nə deyir? Deyir, şəhərin əhalisi bir il ərzində 80 bin nəfərdən 86.400 nəfərə qədər artdı. Əhalinin illik artım faizini tapın. Deməli, uşaqlar, çox uşaq üçün tənasüblə yazmaq daha rahatdır deyə mən də tənasüblə həll edəcəm. Deməli, ilkin qiymət burada 80 bindir, düzdürmü? Bu ilkin qiymət olduğu üçün buna həmişə 100% uyğundur. 80 binə 100%. Amma artıb olub 80 bin, 86.400 nəfər, buna da x%. Deməli, bu məsələlər həmişə düz mütənasib asılı olacaq. Çünki çox nəfərə çox faiz, az nəfərə az faiz uyğun gəlir. Tənasübü də həll etməkdən ötürü bu formada 86.400-ü vuracaqsınız 100-ə. Burada 80.000 x bərabər olmalıdır da bu ifadəyə. Burada sonra çevirib bölməlisiniz 80.000-i. Aydındırmı? Nə burası aydın olmadısa, gəlin belə yazaq. Çarpaz vursanız 80.000 x bərabərdir. 86.400 vur 100. Onda x'i tapmaqdan ötürü nə edəcəksiniz? 86.400 vur 100-dən aldığınız cavabı böləcəksiniz 80.000 ədədinə. Deməli, bu 2 sıfırla bu 2 sıfıra aparın. Bunlarla da bu 800-ün sıfırını aparın. Yekunda 864-ü 8-ə bölmüş olacaqsınız. O edir 108%. İlkin qiymətiniz sizin 100 idi. Sonra gedib aldınız 108%. Deməli, cavab nə oldu? 8% artım əldə olunmuş oldu. Cavab D variantı. Düsturla necə yazardınız? Düsturla ilk öncə aradakı fərqi tapardınız. İkinci üsul. Aradakı fərqə baxırıq. 86.400 çıxılsın 80.000. Çıxdınız, qaldı 6.400 nəfər artım. Artımı faizin tapmaq istəyirsinizsə, artımı ilkin qiymətə. İlkin qiymət sizdə nə qədərdir? 80.000. 80.000-ə bölüb vurmalısınız 100-ə uşaqlar. Bax, bu 2 sıfırla bu 2 sıfır gedir. Bunlar da ikisi gedir. 64-ü 8-ə böləndə alınır 8% artım. Belə tənasüblə də yaza bilərik uşaqlar. Aşağıdakı kimi düsturla da yazmaq lazım. Yazmaq istəyənlər üçün yazmaq mümkündür. Keçək ikinci suala. Bir ədəd ikinci ədədin 50%-ni təşkil edir. Məsələn, A ədədi olsun, B-nin 50%-idir. A bərabərdir, B vur 50, bölünsün 100. Bu nə deməkdir? B bölünsün 2 deməkdir. Yəni, B-nin yarısıdır. İkinci ədəd birinci ədədin neçə faizidir? Yəni, buradan B-ni tapmalısınız uşaqlar. A bərabər B bölü 2 almışsınızsa, onun məxrəcinə 1 atın, B bərabərdir 2A, düzdürmü? Deyir ki, B-A-nın neçə faizdir? Ədədi 2-yə vurmaq, onun neçə faizini tapmaqdır? 2-ni siz faizə çevirəndə 100-ə vuracaqsınız, 200%. Deməli, B ədədi A ədədinin 200%-ni təşkil edir. Cavab B variantı. Keçirik 3-ə. 135 ton mis filizindən 27 ton mis alınır. Filizin tərkibində mis neçə faizdir? Tənasüblə də yaza bilərsiniz. Baxın, əlinizi tənasübə öyrəsəniz daha qəşəng olacaq. 135 ümumidir. 100%'dir. Mis filizidir. Bunun tərkibində 27 ton mis var. Deməli, x. Faizin altından, tonu tonun altından. 135 vur x bərabərdir 27 vurulsun 100. 27 ilə 135 gedir, burada qalır 5. 5x 100-ə bərabərdirsə, 100-ü götürüb 5-ə bölürsünüz 20%. Deməli, 20% mis var imiş. Cavab Y variantı. 4. Mağazada 39 kilogram satıldıqdan sonra mağazadakı əvvəlki miqdarın 35%-i qədər alma qaldı. Tamam, 35%-i qədər alma qalıbsa, ilk öncə baxaq görək neçə faiz alma satılıb. 100%-də ümumi qiymət 100%-dir. 100%-dən 35% çıxırıq, qalır 65%. Bu 35%-i qalmışdırsa 65%-i deməli satılan meyvədir, satılan.
İndi bizə deyir ki, 39 kiloqram meyvə satılıb. Yəni 39 kiloqrama uyğun gələn faiz 65%. Çünki ikisi də satılanı bildirir. Neçə kiloqram alma qalıb deyirsə, biz axı bilirdik 35% alma qalıb. Faizin altından yazın, burada da x yazın. Çarpaz vursanız 65 vur x bərabərdir 35 vur 39. 35 ilə 65, ikisi də 5'i ixtisar gedir. Burada qalır 13, burada qalır 7. Və 39 ilə 13 də ixtisar aparsam burada 3, x bərabərdir 21 kiloqram alma qalıb. Cavab C variantı. Demə, uyğun kəmiyyətləri bir-birinin altından yazırız. Kiloqramın faizin altından. 5. Meyvə qurudulduqda öz çəkisinin 80%-ni itirir. 80%-ni itirirsə neçə faizi qalır uşaqlar? 100%-dir də bu. 100%-dən 80%-ni itirir. Onda qalır bunun 20%. Və bizə deyir ki, 64 kiloqram meyvə alınır. Yəni o həmin qalan 20% 64 kiloqrama bərabərdir deyir, düzdürmü? Deyir, nə qədər təzə meyvə götürək? Təzə meyvə özüdür, qurumamış 100%, miqdarını isə bizdən soruşur. Deməli, 20x bərabərdir 64'ü yanına 2 sıfır, çünki 100'ə vurduq. Bu sıfırları ixtisar etsəm, 640'ı böləcəm 2'yə, o da eləyəcək 320 kiloqram. Təzə meyvə, C variantı. Deməli, 6-cı sualla davam edirik uşaqlar. Turist A məntəqəsindən B məntəqəsinə yola düşdü. A-dan B-yə yola düşdü. Və deyir ki, 24 kilometr getdikdən sonra yolun 20% qalıb. Bu 24 kilometr gedib, qalıb 20%. Faizi yuxarıda yazıram. Deməli, gedilən yol bütün 100%-də uşaqlar. Onda bu 20%-i qalıbsa, 100'dən 20 çıxırsa 80%-in gedib. A-B məntəqələr arasındakı məsafəni tapın. Əgər 80%-ə 24 kilometr uyğundursa, kilometr. A-B məsafəsini soruşursa, A-B məsafəsi 100%-dir. Faizin altından yazın. X. Bunu da çarpaz vursanız, 80 vur x bərabərdir 24 vurulsun 100 olacaq. X tapmaqdan ötürü uşaqlar. Bax, bu sıfırla bu sıfırı silsəm, orada qalır 240 bölünsün 8. O da eləyir 30 kilometr. Ümumi AB məsafəsi 30 kilometr imiş, A variantı. Keçirik 7-ci suala. Deyir, turist A məntəqəsindən B məntəqəsinə yola düşdü. Bu sizin A məntəqəniz, bu da B. Düşmüsünüz yola 10 kilometr getmişsiniz, 20 kilometr yolunuz qalıb. Bura qədər gəlmişsiniz, daha doğrusu 16 kilometr. 20% yolunuz qalıb. Deməli, gedilən yol neçə faizdir uşaqlar? Ümumi 100%dir. 100%-dən 20'si qalıbdırsa, deməli siz 80% yol getmişsiniz. 80%-ə uyğun hissə kilometrlə 16 kilometrdir. Bizə deyir, A-B məntəqələri arasındakı məsafəni tap, yəni ümumini. Ümumi də 100%dir. 100%-ə yazırız x. Onda 80 vuraq x bərabərdir 16'nı 100'ə vuranda 1600. Sıfırlar geçsin. 160'ı da 8'ə ixtisar etsək, qalar 20 kilometr. Yəni cavab Y variantı. Keçirik 8'ə. Mağazada 546 kiloqram alma və 154 kiloqram meyvə var. Alma bütün meyvənin neçə faizini təşkil edir? Alma bütün meyvənin neçə faizini təşkil edir deyirsə, bir ədəd digərinin neçə faizidir deyirsə, əgər tənasüblə yazmaq istəmişsinizsə, belə yaza bilərsiniz. Alma bölünsün bütün meyvə vurulsun 100. Buna 2 ədədin faiz nisbəti deyirlər uşaqlar. Bir ədəd digər ədədin neçə faizidir tap deyirsə, birincini ikinciyə böl, yəni birinci adı çəkiləni ikinci adı çəkilənə böl, vur 100'ə. İndi almanı birinci adını çəkib, bütün meyvəni də ikinci adını çəkib. Bizdə alma nə qədərdir? 546 kiloqram. Bütün meyvədə bunların ikisinin cəmidir. Yəni 546 kiloqram alma var, 154 kiloqram da digər meyvə, vurulsun 100. 546 böl aşağının toplayanda neçə yiyəcək uşaqlar? Demək 600 oradan 700. Vurulsun 100. 100 ilə 700 ixtisar geçsin. 546'nı böl 7'yə.
Deməli 54-ün içərisində 7 olacaq 7 dəfə 49, oradan 5 qalır. 56-nın da içində 7 8 dəfə. Deməli neçə faiz olacaq? 78% Y variantı. 9-cu sualla davam edirik. Deyir ki, mağazaya 221 kiloqram alma, 884 kiloqram armud gətirilib. Alma bütün meyvələrin neçə faizini təşkil edir? Bir ədəd digərinin neçə faizidir deyirsə, birinci adı çəkiləni bölürsünüz ikinci adı çəkilənə, məsələn, almanın sayını, miqdarını yəni. Böləcəksiniz bütün meyvələrin miqdarına, vuracaqsınız 100-ə. İndi bizə demiş ki, alma 221 kiloqramdır. Bütün meyvə deyirsə, alma ilə digər meyvələri toplamalısınız hamısını. 884 topladıq və faizlə ifadəsini soruşur, 100-ə vurursunuz. Deməli, 221 bölünsün, aşağını toplayaq 5, 11 yadda, burada da 11, vurulsun 100. Deməli, 5-ə ixtisar etsəm 21, bunları 5-ə ixtisar etsəm 221. Burada da 221'lər ixtisar gedəndə yekunda qalır elə buradakı 20. Deməli, cavab 20% olacaq Y variantı. Ona baxırıq. Deyir ki, 6 saata çəndəki yanacağın 15%-ni sərf edən mühərrik. 6 saata nə qədərini sərf edib? 15%-ni. Çəndəki bütün yanacağı neçə saata sərf edər? Bütün yanacaq 100%. Faizin altından yazırsınız x saata. İndi çox saat işləsə çox yanacaq sərf olunacaq, az saata da az. Düz mütənasib asılı olduğu üçün çarpaz vurursunuz uşaqlar. 600. Burada da x bərabərdir. 600'ü 15'ə böldüyünüz zaman olacaq 40 saat. Yəni D variantı. 11'ə baxırıq. 8 saata çəndəki yanacağın 40%. Bax, 8 saat buna uyğundur 40%. Mühərrik çəndəki bütün yanacağı. Uşaqlar, bütün yanacaq deyirsə bu 100%. Faizin altından yazırsınız. Neçə saata? Saatı soruşur x. Düz mütənasib asılı olduğu üçün 40x bərabərdir 800. X'i tapanda 800 rahat bölmək istəsə sıfırlara aparın. 84'ə bölün olsun 20. 20 saat. Deməli, cavab olacaq D variantı. Keçirik 12-ci suala. Diagram verib uşaqlar. 12-də. Diaqramda ölkəyə bir ilin fəsilləri ərzində gələn turistlərin sayı verilib. Turistlərin neçə faizi yayda gəlib? Uşaqlar, bir baxaq ki, turistlər cəmi nə qədərdir? Bütün hamısını toplayaq. 875 üstə gəl 1800. Belə alt-alta toplasaq daha rahat olar. 1800, sonra 1650 və 675. Deməli, toplayaq tərəf-tərəfə. 5 ilə 5 topladıq 10, 1 yadda. 7 ilə 5, 12, 19, 1 yadda, 22 yadda. Sonra 8, 8, 16, üstünə 6, 22, üstünə bu neçədir? 6, 28, 2 də yaddaydı, 33 yadda, 2 oradan, 3 də yadda, 5. Deməli, ümumi 5000 nəfər turist gəlib. 5000 nəfər hamısıdır. 5000'ə 100% uyğun gələcək. Və bizdən nəyi soruşur? Turistlər neçə faizi yayda gəlmişdi? Yay ayı 1800'dür. 1800'ə uyğun faizi tapmalıyıq. X. Deməli, x'i tapmaq üçün x vur 5000 bərabərdir. 100 vurulsun 1800 yazmalıyıq. Bu 3 dənə sıfırla sağdakı 2 sıfırı və 1 sıfırı aparıram. Onda 5x bərabərdir 180 qalır. X də bərabərdir 180'i 5'ə bölürük, olur 36%, yəni B variantı. Və keçirik 13-cü suala. İclasda 200 nəfər iştirak edirdi. Təklif olunan qərarın lehinə 151 nəfər səs verdi. İclasda adamların neçə faizi qərarın lehinə səs verib? 200 nəfərdir uşaqlar. Bu iclasdakı adamların hamısı da 100%. 151 nəfər də qərarın lehinə səs verənlərdir və bizə də elə lehinə səs verənlər soruşur. Yəni 151'in faizin. Çarpaz vururuq. 200x bərabərdir 151 vurulsun 100.
100 ilə 200 gedir. Qalır 2x bərabər 151. X də bərabərdir 70 neçə? 5,5% uşaqlar. Cavab deyəcək A variantı. Sonra 14-də nədir? Müəssisə il ərzində 10.800 məmulat buraxıb planı 35% artıqlaması ilə yerinə yetirdi uşaqlar. Deməli bu 10.800 35% artıqlaması ilə yerinə yetirilmiş bir plandırsa 135%dir deməkdir. Yəni 100% planın özüdür. Plan üzrə 100% olacaqdır. 35% artıqlaması ilə yerinə yetiribsə 135%. İndi bizə deyir ki, planın tapşırığı nə qədər idi? Çarpaz vurursunuz. 135 vur x bərabərdir 108 00 vur 100. Deməli, x tapmaq üçün mən nə edəcəm? Bu ifadəni götürüb 135-ə böləcəm. 100 ilə 135 5-ə bölünən ədədlərdir. Yuxarıda düşür 20, aşağıda düşür 27. Uşaqlar 108 ilə 27 ixtisar gedir 4, amma burada 2 dənə 0 qalır, yəni 400. 400-ü də 20-yə vursanız 8, yanında 3 dənə 0. Yəni plan üzrə əslində bu 8000 məmulat buraxmalı idi, amma bu nə edibdir? Artıqlaması ilə planı yerinə yetirdiyi üçün 10.800 qədər plan yerinə yetirib, belə deyək. Cavabımız A variantı. Keçdik növbəti suala. 15. Şagirdin tapşırığı ustanın tapşırığının 5-də 4-ünü təşkil edir. Bax, şagird, usta. Şagirdin tapşırığı ustanın tapşırığının 5-də 4-üdür. Əslində demək istəyir ki, bunların nisbəti 4-ün 5-ə kimidir. Siz nə edə bilərsiniz? Şagirdə deyə bilərsiniz 4x. Ustaya deyə bilərsiniz 5x. Sonra nə deyir? Deyir ki, ustanın tapşırığı şagirdin tapşırığından neçə faiz çoxdur? Gəlin baxaq ki, ustanın tapşırığı şagirdin tapşırığından neçə faizidir, sonra neçə faiz çoxduruna baxarıq. Bir ədəd digərinin neçə faizidir deyəndə deyir ki, birincini ikinciyə böl. Ustanın adı birinci çəkilibdir. Şagirdin adı ikinci. Böl, vur 100-ə. 2 ədədin faiz nisbətidir bu uşaqlar. Bu eləyəcək x-lər gedir. 100 ilə 4, 25, 5, 25-ə 125 faizidir. Bax, ustanın tapşırığı şagirdin tapşırığının 125 faizidir. Bu demək ki, neçə faiz çoxdur? Neysə səhv yazdıq uşaqlar. Ustanın tapşırığı şagirdin tapşırığından neçə faiz çoxdur? 25% cavabı yoxdur. Nəyə səhv yazdıq? Deməli, şagirdin tapşırığı ustanın tapşırığının 5-də 4-ünü təşkil edir. Şagird və usta. 4, 5. Bu düz. Ustanın tapşırığı şagirdin tapşırığından neçə faiz çoxdur? Usta 5x-dir, şagird 4x-dir. 5x 4x-dən neçə faiz çoxdur? 5x 4x-in 125 faizidirsə, 25 faiz çoxdur. Uşaqlar, cavab 25 faiz olmalıdır. Cavablarda düzgün cavab yoxdur. 25 faiz. 16-cı suala baxırıq. Deməli, dairənin radiusunu 20% azaltdıqdan sahəsi neçə faiz azalar? İlk öncə siz bilməlisiniz ki, dairənin sahəsi radiusdan necə asılıdır? Dairənin sahə düsturu pi r kvadratdır. Yəni, radiusdan kvadratik asılıdır. Radiusu 40% azaltmaq, radiusun yerinə verilən radiusun 100-dən 40 çıxıb 60%-ni tapmaq deməkdir uşaqlar. Yəni 0,6 r. İndi bu birinci sahə idi. İkinci sahəmiz pi vurulsun radius yazmayacaq. Radiusun yerinə 0,6 r yazıb kvadrata yüksəldəcək. O edir 0,36 r kvadratdır. Yanına da pi'ni yazsam 136 pi r kvadratı. İndi pi r kvadratı 100% idi uşaqlar. %36 pi r kvadratında hesablayanda bunu 100'ə vurmalısınız. O eləyəcək 36%. Neçə faiz dəyişim var? 100% idi. Sonra 36% olub. Aradakı fərqi tapırıq. Deməli 64% azalma var. Azaldı. 64% azaldı. Yazın. Sonra keçik 17'yə. Deməli variantı da qeyd edək. C variantı. 17. Özünüz yazın. Sonra mən yazandan yoxlayın.
Deməli, dairənin sahəsi pi r kvadratı olduğu üçün radius 30% artanda radiusun 100-ün üstünə 30 gəlib 130%-ni tapmalısınız. Bu da sıfırlar gedir. 13'ü 10'a böldüm. 1,3 r. Deməli, birinci sahə pi r kvadratı idi. Artandan sonra sahə görək nə qədər olacaq. Radius yazmırıq. Radiusun yerinə 1,3 radius yazırıq. Kvadrata yüksəldirik. 1,69 r kvadratı pi'yə də vursaq 1,69 pi r kvadratı. İlkin qiymət 100%-dir hər zaman. İndi bunu da faizlə ifadə etsək, ədədi faizlə ifadə edəndə 100-ə vurmalıyıq axı. Eləyəcək 169%. Deməli, uşaqlar, ilkin qiymət 100% idi. Sonra almışsınız 169%. Deməli, 169-dan çıxırsınız 100'ü olur 69%. Böyük almışsınız deyə 100%-dən. Deməli, 69% artır. Cavab eləyəcək Y variantı. Və keçirik 18-ci suala. Deyir, düzbucaqlının uzunluğunu 30% azalt. Düzbucaqlıdır uşaqlar. Bu uzunluq olsun bu. Uzunluğunu 30% azalt deyirsə, A'nın artıq 30% azalanda 100-dən 30 çıxıb 70%-ni tapacağım. Yəni, onda 7B. Onda 7A daha doğrusu. N'ini 30% artır. B'ni 30% artırmaq o deməkdir ki, B'nin 130%-ni tap. 30% artır. Yəni, 130'a vur, 100'ə böl. Bunu 30% azalt, bunu 30% artır deyir. Bu da eləyəcək. Sıfırlar gedir buradan ixtisar. Olur 1,3B. Sahəsi neçə faiz dəyişər? Sahəni tapanda enini uzunluğuna vurmalıyıq. Və bu eləyəcək 0,91 AB. Faizlə ifadə etsəniz 91% olacaq. İlkin qiymət A vurulsun B idi, yəni 100%. 100%-dən bu düşüb 91%-ə, deməli neçə faiz azalıb? 9% azalma var. Bunu birbaşa necə yaza bilərsiniz uşaqlar və ya 30% azalmaq 70% deməkdir. Enini 30% artırmaq 130% deməkdir. Bunları vurdunuz, bölürsünüz 100'ə. Alırsınız 91%. Yekun cavabı 91% almaq o deməkdir ki, 9% azalma var. Amma məsləhət görürəm ki, ətraflı yazı sualı düşsə, yuxarıdakı kimi cavab verəsiniz. 19-cu suala baxırıq. Düzbucaqlının uzunluğunu 30%, enini 20% azalt. Uzunluğunu 30% azaltdımsa oldu 70%. Enini 20% azaltdımsa oldu 80%. Böl 100'ə. Olur yekun nəticə 56%. Yəni 100%-dən əgər 56%-ə düşübsə aradakı fərqi tapırsınız ki, azalmanın neçə faiz olduğunu görəsiniz. 44% azalma var, Y variantı. 20'yə baxırıq. 20'də deyir ki, yeni biçilmiş otun nəmliyi 85%-dir, quru otun nəmliyi isə 10%-dir. 15 ton yeni biçilmiş otdan neçə ton quru ot alınır? Uşaqlar, 15 ton yeni biçilmiş ot var. Bunun nəmliyi 85%-dir. Yəni, bu əslində biraz quruyur. Buna biraz quruyan sonra deyirlər quru ot. Amma hansı ki, tərkibində 10% nəm var. Əgər bu tam qurusaydı, bunun tərkibində nəm olmazdı. Tam quru. İndi bizdə deyir ki, 15 ton ot var, yeni biçilmiş. 85%-i nəmdir. Nəmdir. O demək ki, 85%-i bunun sudur. Onda 100'dən 85 çıxanda qalır 15%. Yəni biz 15 tonun 15%-ni tapmalıyıq. 15 vur 15 böl 100 ki, onun tərkibində tərtəmiz quru ot nə qədərdir? 225 100'ə də bölündü 2,125 ton. 2,125 ton tam quru otumuz var. İndi bu 15 ton biraz qurusaydı əgər, tərkibində biraz nəm qalsaydı, deyir ki 10% nəm qalsın. Onda 2,125 alınmaqdan ötürü
X-imiz nə qədər olardı? 10% nəm qalırsa, o demək ki, uşaqlar bunun 90% tapılmalıdır və həmin o X-in 90%, yəni o 10%-də gedəndən sonra, o nəm gedəndən sonra yerdə qalan 90% 2,25-dir. Çarpaz vurursunuz orada 2,25-i 100-ə eləyir 225. 225-i də 90-a bölsəniz cavabınız olacaq 2,5 ton. Biraz ağır sualdır bu, 20-dir, 21-dir. Bundan bir dənə də olar yəqin ki, köhnə toplarda 3 dənə idi. Yəqin burada da olacaq. 21-ə baxaq. Deməli, bunun cavabı Y oldu. Nəmliyi 20% olan 120 ton ağac var. Bax, 120 ton yeni ağac götürülür. Nəmliyi 20%-dir. Bu demək ki, bu nəmlik gedəndən sonra 20% nəmlisə 80% qalır da. Bunun 80%-i qupquru ağacdır. Tapaq görək nə qədərdir? Yəni 96 ton. 96 ton qupquru. Tam quru da belə deyək. Tam quru. Yəni tərkibində heç bir su qalmayıb. Amma deyir bu quruyur. Biraz quruyandan sonra 100 ton olur. Görünür hələ təmiz qurumayıb. Çünki təmiz qurusaydı əgər 96 ton olardı. Deyir bu 100 tonun nəmliyi nə qədərdir? 100 tonun nəmliyi nə qədərdir? Sualın cavabı odur ki, əgər 100 ton tam qurusaydı 96 ton olardı. Demək bunun tərkibində 4 ton su var da. 4 ton su var. Su nəm deməkdir. Səndən əslində soruşur ki, 4 ton 100 tonun neçə faizidir? Bir ədəd digərin neçə faizidir deyəndə bölürsən 100-ə, bölürsən ikinci ədədə birincinə. Vurursan 100-ə. O deyir 4%. 4% nəm var imiş. Həqiqətən 100-dən 96, demək aradakı fərq 4-dür. Demək 4% nəm var orada. Cavab B variantı. 22-yə baxaq. Deyir, diaqramda bir il ərzində kitab mağazasında satılmış kimya, fizika, tarix, coğrafiya və riyaziyyat kitablarının sayı verilmişdir. Satılmış kimya kitabları, satılmış ümumi kitabların 25%-ni təşkil edir. Deməli, kimya kitabları nə qədərdir orada? 200. Yazırıq 200, 25%-dir. Ümumi kitabların 25%-dir. Ümumi kitabların sayına baxaq görək nə qədərdir? 100% olmalıdır, düzdürmü ümumi kitab? Buna x yazaq. Onda 25x bərabərdir 200 yanında 2 0. Deməli x bərabərdir. Burada 200-ü 25-ə bölsəniz düşəcək 8. Yanında da sıfırları yazırıq. 800 kitab ümumi kitabların sayıdır. İndi bizə deyir neçə dənə riyaziyyat kitabı var orada. Baxaq. Riyaziyyat kitablarının sayını tapmaqdan ötürü o x bizi çaşdıra bilər. Riyaziyyata x yazmayaq. Elə riyaziyyat yazıram uşaqlar burada sözlə. Riyaziyyat. Tapmaqdan ötürü nə edəcəksiniz? Ümumi kitabların sayından, yəni 800-dən bu yerdə qalanları çıxacaqsınız cəmini. 50, 150 və 200. Deməli bunları topladığınız zaman neçə edir? 50, 50, 100, burada 100, 200, oradan 200, 400. Onda 800-dən 400 çıxında deməli riyaziyyat kitablarının sayı 400 imiş. A variantı. Deməli uşaqlar mən orada 150, 50 yox 150'dir bu. Coğrafiya 150'dir. Mən 50 götürmüşəm onu. Ona görə cavabı düz almamışam. Deməli burada toplayanda içəri eləyəcək 500. 800-dən də 500 çıxanda cavabım olacaq 300. Onda burada cavab A yox, olacaq B. Ümid edirəm tapmışdınız özünüz düz. Ümid edirəm mən nə yazıramsa hamısının olduğu kimi kopyalanmırsınız, özünüz başa düşürsünüz. Hə uşaqlar? Nə deyirsiniz? Necədir vəziyyət? 23-ə baxaq. 2 rəqəmli natural ədədin rəqəmlərinin cəmi. Baxın, 2 rəqəmli ədədi biz AB üstü xətt işarə etmişdik natural ədədlər bölməsində. Bunun rəqəmlərinin cəmi A üstə gəl B deyir 12-yə bərabərdir. Rəqəmlərin yerini dəyişsəm, yəni BA üstü xətt. Sonra verilən ədəd 75% artar. Yəni AB 75% artmaq, 100-ün üstünə 75 gələndə 175% olmaq deməkdir. BA AB-nin 175%-dir. Yəni 170-ə vurub 100-ə bölməz. 25-i ixtisar gedirlər. Burada 7 qalır, burada 8.
BA üstü xəttin açılışı 10B üstəgəl A-dır. AB üstü xəttin açılışı 10A üstəgəl B. Vur 7 böl 8-i belə yazıram. Bunu da məxrəcinə 1 atıram. Nəyə görə belə yazdım? Çünki tənasüb həll etmək istəyirəm. 8-i çarpaz bura vursam 80B üstəgəl 8A bərabərdir. 7-ni vurub açsam 70A üstəgəl 7B. A'ları bir tərəfə, B'ləri bir tərəfə keçirdim. Bunu keçirdirəm bu tərəfə olur 73. Bircə dəqiqə düz yazdıq hər şeyi. 73 B bərabərdir. Bunu da bu tərəfə keçirsəm 62 heç xoşum gəlmədi bu ədədlərdən. Nəysə düz yazmamışıq. Deməli, 100-ü 25-ə bölüb 8 yazmışam uşaqlar 4. 100-ü 25-ə böldüm 4. Görürsünüz də uşaqlar. Hamısı yorğunluqdandır. Dalbadal çəkirəm videoları. Ümid edirəm, belə səhvləri anlayışla qarşılayırsınız. 40B üstəgəl 4A. İndi A'ları bir tərəfə keçirdirəm, B'ləri bir tərəfə. B'lər bu tərəfə keçəndə 33B qalır. A da sağ tərəfə keçəndə 66A. Bunlar gedir B bərabərdir 2A. Və bizim bir dənə də tənliyimiz var idi. A ilə B'nin cəmi nəyə bərabər idi? 12-yə. Orada A olduğu kimi yazıb B'nin yerinə 2A yazsanız olacaq 12. Yəni 3A 12-yə bərabərdir. A 4-dür. A 4-dürsə B'miz neçədir? A ilə B'nin cəmi 12 idisə deməli B'miz 8-dir. Bizdən əvvəlki 2 rəqəmli ədədi soruşurdu. A-nı 4 tapdınız, B'ni 8. Deməli cavabınız 48 A variantı. Keçirəm 24-cü suala. 252 ədədini nə qədər artırmaq lazımdır ki? 252 ədədini nə qədər artırmaq lazımdır ki? Onun 39%, yəni üstünə x gəldiniz, alınan ədədin 39%, faizi tapanda faiz göstərən ədədə vur 100-ə böl, 234 olsun, deməli. Niyə? Bununla bu tam ixtisar gedən ədədə oxşuyurmu? Elə bil oxşuyur. Neçə qalar sizcə? Orada qalar 6 dəfə. 6, bəli. Onda 252 üstəgəl x bərabərdir. 6-nı bax 100-ü çarpaz vurursunuz 600. Deməli x tapanda 600-dən 252 çıxacaqsınız. Olar cavab 348. Deməli 348 vahid artırmaq lazım idi ki, həmin ədədin 39% 234 olsun. Cavab olacaq C variantı. Keçirik 25-ci suala. Deməli 25-də nə deyir? 350 ədədini nə qədər artırmaq lazımdır ki, onun 42% 210 olsun. 350 ədədini nə qədər artırmaq lazımdır ki, onun 42% vur 42 böl 100 bərabərdir 210 olsun. Baxın bu şəkildə. Deməli 42 ilə 210 tam ixtisar gedir 5 qalır. 350-nin üzərinə x gələndə bu 100-ü çarpaz vursanız 5-ə eləyəcək 500. X də bərabərdir. 500-dən 350 çıxarsınız. 150 vahid. Cavab C variantı. Keçirəm 26-ya. Deyir ki, sütunlu diaqram dairəvi diaqramla əvəz edilərsə, B şirkətinə aid dairə sektoru neçə dərəcədir? İlk öncə bilməliyiz ki, dairə sektoru həmişə 360 dərəcədir ümumi. Ümumi 360 dərəcədirsə, 360 dərəcəyə ümumi sayı yazanda burada toplamalısınız uşaqlar. 200, üstəgəl 160, üstəgəl 120 və 60-ı. Və bizə deyir ki, B-yə aid dairə sektoru. B-yə aid 120-dir. Bu 120-ni bu sayın altından yazırsınız. Sektorun dərəcəsini soruşsa, onu da dərəcənin altından. İndi buranın toplayanda bu cəm neçə eləyir uşaqlar? Deməli 280, 340, 540 eləyir bura. Tənasübü çarpaz vursaq, 540-ı x-ə vursaq, 540 vur x bərabərdir 360-ı da vurun 120-yə. Uşaqlar 540 ilə 360 180-ə bölünən ədədlərdir. Burada 2 düşür, burada 3. Onda mən 3x bərabərdir 240 alıram. X də bərabərdir 80 dərəcə.
Deməli, B-yə uyğun sektor 80 dərəcəli sektordur. 27 də eyni dərəcə dairənin sektoru dərəcə ilə soruşursa, ümumi 360 dərəcədir. 360 dərəcəyə bərabərdir. Bunları toplayıb yazmalısınız. 200-ün üstündən 160, 360. 360-ın üstündən 120, 480. Üstünə də 60 gəndə 540. Ümid edirəm, düz topladım. İndi bizdən soruşur A-nı. A da 60-dır. 60-a uyğun dərəcə sektorunu sektorun dərəcəsini soruşur. Deməli, dərəcə altından sayın altından yazılmalıdır. Çarpaz vurun, həll edin. 540 vurulsun x bərabərdir 360 vurulsun 60. 360 ilə 540 apar 180 ixtisar. Burada 2 qalsın, burada 3. 3x bərabərdir 120, x bərabərdir 40. Deməli, 40 dərəcəli sektor uyğundur buna. 28-ə baxırıq. Deyir ki, 3, 5, 12 nisbətində 3 hissəyə bölünmüş bir ədəd var. Böyük hissə bu ədədin neçə faizidir? İndi uşaqlar, ədədlər 3x, 5x, bir də 12x-dir. Hissələr, belə deyək. Bunların yanına x yazın həmişə. Deyir ki, böyük hissə bu ədədin neçə faizidir? Ədədə baxsanız, ümumi ədəd, bunları toplayanda neçə eləyir? Uşaqlar, 20x-dir. 20x ümumisidirsə, bu həmişə 100%-dir. Ədədi bütöv 100%-dir. Hissəyə bölünəndə böyük hissəni soruşur. 12x-dir, neçə faizdir? Buna deyir bir dənə A faiz. Çarpaz vuraq, 20x vurulsun A bərabərdir 12x vurulsun 100. Təbii ki, burada x-lər ixtisar gedir. 20 ilə 100 ixtisar aparsam 5. A-nı tapanda sağda nə qaldı? 1, 12, bir də 5 vurdum 60%. Keçdim 29-a. 3, 5, 12 nisbətində 3 hissəyə bölünmüşdür. Yenə də onların cəmi 3x üstəgəl 5x üstəgəl 12x bərabər 20x-dir. Bu hamısıdır. Hamısı 100%-dir. Həmişə bütöv hissə 100%-dir. Sizdən soruşur kiçik hissə, yəni 3x verilmiş ədədin neçə faizidir? Bir A faizidir. Başqa bir dəyişən daxil etməlisiniz. Çarpaz vursanız 20x vur A bərabər olacaq 100 vurulsun 3x-ə. Deməli, nə olur? X-lər ixtisar gedir. 100 ilə də 20-ni hər tərəfdən ixtisar aparsam, burada qalacaq 5. A bərabərdir 5 vurulsun 3, yəni 15%. Deməli, bunun cavabı 15. Keçdim 30-a. Ay ərzində kitab mağazasında satılan fizika, riyaziyyat, kimya və biologiya dərsliklərinin sayının diaqramı verilmişdir. Satılan kitabların neçə faizi riyaziyyat dərsliyidir? Satılan kitabların ümumisinə baxmalısınız uşaqlar. Həmişə ümumiyə görə işləyin. 80, 60, 50 və 100. Toplayaq. 80, 60, 50, daha doğrusu 10. 100 niyə dedim? Deməli, bu eləyir 140, 150, 200 dənə kitab. Düz hesapladım. 200 kitab hamısıdır. Hamısıdırsa buna uyğun gələcək neçə faiz? 100%. Səndən nəyi soruşur? Riyaziyyat dərsliklərini soruşur. Riyaziyyata get bax diaqramda, baxın bu diaqramda 80 uyğundur. 80-ə uyğun faizi soruşur. Çarpaz yazın. 200 vur x bərabərdir 80 vur 100. 100 ilə 200 apar, burada qalsın 2. X də tapanda 80-i bölü 2-yə olsun 40%. Deməli, cavabımız 40%. Və keçirik 31-ci suala. Satılan kitabların neçə faizi kimya dərsliyidir? Ümumiyə baxırsınız yenə 120, 90, 60, 30. Topla. Deməli, bu 210 üstünə də 90 gələndə 300 kitab. Cəmi 300 kitab satılıb uşaqlar. 300 kitab satılıbdırsa, bu 300 kitab ümumini bildirirsə, siz buna nə deməlisiniz? 100% deməlisiniz. Səndən nəyi soruşur? Kimya dərsliyin soruşur. Kimyanı soruşsa 90% eləyəcək. 90 kitab eləyəcək. Buna uyğun faizi soruşur. Yəni 300 vur x bərabərdir 100 vur 90. Nə edirik? Hər tərəfi 100-ə bölürük. Burada qalır 3. 3x 90-dırsa, x də bərabər olacaq 30%. Keçək görək 32-ci sualda nə deyir?
Deyir ki, birinci ədəd ikinci ədədin 20%-ni təşkil edir. A birinci ədəd olsun, B ikinci ədəd olsun. Deyir A B-nin 20%-idir. Yəni A bərabər B vur 20 böl 100. Burada nə olur? B bölünsün 5, düzdürmü? Yəni A əgər B bölünsün 5-dirsə, uşaqlar, bu demək ki, B bərabərdir 5A-ya. Yəni A-nın neçə faizi? A-nı 5-ə vurmaq, onun neçə faizini tapmaq demək. Təbii ki, 5-i faizlə ifadə edəndə 100-ə vurmalısınız 500%. İkinci ədəd birinci ədədin 500%-idir. Cavab 500. 33-ə baxırıq. Birinci ədəd A olsun. İkinci ədəd B olsun. 25%-idir. O demək ki, B ixtisar gedəndə böl 4. A əgər B böl 4-dürsə, oradan B bərabərdir 4A. Yəni A-dan 4 dəfə çox. Əgər A-dan 4 dəfə çoxdursa, 4-ü 100-ə vuranda onun 400%. B ədədi A-nın ikinci ədəd birincinin 400%-idir. Belə, keçik 34-ə. 45 oğlan 15 qız olan düşərgə var. 45 oğlan 15 qız olan düşərgə. Deyir ki, düşərgədən bərabər sayda qız və oğlan ayrıldı. Bundan sonra oğlanların sayı, yəni 45 çıxılsın x, qızların sayından, yəni 15 çıx x-dən 600% çox olarsa, uşaqlar, 600% çox olmaq, bu 100%-sə 600% çox olmaq bunun 700%-nə bərabərdir deməkdir. Yəni 700-ə vurub 100-ə böləcəksiniz. Bu ədəd bunun 700%-idir. 700-ə vur, 100-ə böl. Demək, bunlar ixtisar gedir. Qalır 45 çıxılsın x bərabərdir. 7-ni vurun açın mötərizəyə. Hər iki ədədə vurmalısınız. 105 çıxılsın 7x. X-ləri atın bir tərəfə. Mənfi x-in üstünə 7x gələndə 6x eləyəcək. 45 sağa keçib 105-dən çıxılanda 60. X bərabərdir 10. Deyir, düşərgədən gedən şagirdlərin ümumi sayını tapın. X dənə oğlan getmişdi düşərgədən, x dənə də qız. Ümumi şagirdlərin sayı 20 dənə. Otuz 5-ci sualda nə deyir? Deyir ki, 45 oğlan 13 qız şagirdin olduğu düşərgəyə, 45 oğlan şagird var, 13 qız şagird var. Eyni sayda oğlan və qız gəldi. Bilmirik neçə sayda. Bundan sonra oğlanların sayı, yəni 45 üstəgəl x, qızların sayından, yəni 13 üstəgəl x-dən 200% çox olarsa, uşaqlar 200% çox olmaq, 100-ün üstünə 200 gələndə 300% olmaq deməkdir. Yəni vur 300 bölünsün 100. Yəni əslində 3 dəfə çox olmaq. İxtisarlar gedir, qalır 3 dəfə çox. 45 üstəgəl x bərabərdir 3-ü həm 13-ə, həm x-ə vurub mötərizələri açırıq. 39 üstəgəl 3x. X-lər keçirdirik bir tərəfə, ədədlər keçirdirik digər tərəfə. Alırıq mənfi 2x bərabərdir mənfi 6, x bərabərdir 3. Düşərgəyə deyir ki, gələn ümumi şagirdlərin sayını tapın. Uşaqlar 3 dənə oğlan, 3 dənə də qız. Deməli, cəmi 3 üstəgəl 3 bərabərdir 6 nəfər şagird. Cavabımız 6 olacaq. 36-ya baxırıq. Sinifdəki şagirdlərin 5-də 3 hissəsi oğlandır. Bu deməkdir ki, 5-də 3 hissə oğlandır deyirsə, 5K yazırsınızsa sinifin şagirdlərinin sayı, bunlardan 3K'sı oğlandır. 5K'dan 3K. Yerdə qalır 2K. Bunlar da qızlardır. Deyir ki, qızların isə 40% əlaçıdır. Bu 2K'nın 40%. 2K'nın 40%-ni tapanda 40-a vurub 100-ə böləcəksiniz. 20-yə ixtisar elə. 20-yə ixtisar edəndə 2. Burada qalsın 5. Yəni 5-də 4K. Deyir ki, əlaçı olmayan qızlar bütün şagirdlərin neçə faizini təşkil edir? Əlaçı qızlar bunlar. Deməli, 2K'nın 5-də 4K'sı əlaçıdır. 5-də 4 də 0,8K deməkdir.
Belə yazaq. 0,8K bu qədər qız əlaçıdır. Onda yerdə qalanı əlaçı olmayan qızlardır. Yəni 2K-nın 0,2-sini çıxırsınız, qalır 1,2K əlaçı olmayan. İndi ki, əlaçı olmayan qızlar. Yəni söhbət gedir bu 1,2K-dan. Bütün şagirdlərin, yəni 5K-nın neçə faizini təşkil edir? 1,2K bölünsün 5K vurulsun 100. K'lar zaten gedəcək. 1,2-ni 100'ə vuranda 120 bölünsün 5 o da edəcək 24 faiz. Keçirik 37'ye. Deyir ki, A, B intervalında yerləşən natural ədədlərin sayı A, B qapalı parçadır bu. Parçasında yerləşən natural ədədlərin sayının 80%-idir. A, B aralığında olan natural ədədlərin sayını tapın uşaqlar. Tutaq ki, burada x dənə ədəd var bunların arasında. Buradan da, bax burada həm A, həm də B özü də daxil olduğu üçün bir dənə artıq olacaq elementdə. 2 dənə daha doğrusu. Həm A, həm B daxil olduğu üçün x-dən 2 dənə artıq. Burada isə bir də A daxildir, amma B daxil deyil. Yəni yuxarıda A ilə B heç bir daxil değildi orada. X element var, amma aşağıda bir dənə A-nı da artırıblar. X üstəcər bir dənə element. Belə düşünə bilərik. İndi bizə demişdi ki, AB intervalında yerləşən natural ədədlərin sayı, yəni bu X, AB parçasında yerləşəndən X üstəcək 2-dən 80%-nə bərabərdir. Yerləşən ədədlərin 80%-nə. Bunları 20'ye ixtisar edə bilərsiniz. 4, burada 5 qalar. X'in məxrəcinə 1 atın. X böl 1 bərabərdir. Bax, bu X üstəcəl 2 vurulsun 4, bölünsün 5. Belə yazsanız tənasübü rahat həll edərsiniz. Çarpaz vursaq 5x bərabərdir. Bunu da vurub atsaq 4x üstəcəl 8. Deməli, x bərabər 8. Bizdən harası aralıq soruşub? Bizdən soruşub, bax bunun cavabını x üstəcəl 1. Yəni 8 üstəcəl 1 bərabərdir 9. Cavabınız olacaq 9. Yeni sual idi uşaqlar. 38'ə baxırıq. 38'dən 2 dənəsini yazmışıq. Sualların əvvəllərində var idi. Ümid edirəm bunu sərbəst yaza bilirsiniz uşaqlar. Yeni biçilmiş otun nəmliyi 82%'dir. Quru otun nəmliyi isə 10%'dir. Quru ot deyir, amma tam quru deyil də. Çünki onun tərkibində yenə 10% nəm var, yəni su var. 20 ton yeni biçilmiş otdan deyir, nə qədər quru ot almaq olar? Bax, bu 20 tonluq ot quruyur biraz, x qədər quru ot qalır, quru ot. Amma əgər tam quru saydı, tam quru. Bunun tərkibində heç bir nəm olmazdı. Mərhələ budur. Biraz quruyur, sonra tam quruyur. Əgər bu 20 tonun tərkibində deyir ki, 82% nəm var, bu o demək istəyir ki, bunun tərkibindəki tam quru otun miqdarı 100-dən 82 çıxanda 18%-dir. Yəni ilk öncə siz bilməlisiniz ki, nə qədər tam quru tərkibində nəm olmayan ot var. 3,6 ton. Bax, bunun cavabını 3,6 ton tapdınız. İndi X'i bizdən soruşur. Özdə bizə demiş ki, bu quru otun tərkibində 10% nəm var. Bu demək ki, 10% sudur, yerdə qalan 90% otdur. Yəni X elə bir ədəddir ki, bunun 90%-ni tapanda gedib 3,6 etməlidir. Bu sıfırları ixtisar edin. X vur 9 bərabərdir. Onu da çarpaz 3,6'ya vursanız 36. X bərabərdir 4 ton. Deməli 4 ton nə var? Quru ot. Keçdik 39'a. 39'da məhlul məsələlərdir və məhlul məsələlərin qarışımından istifadə edirik. Uşaqlar, sxemlə öyrətmişdik bunu sizə. Köhnə topluda. Elə gəlin burada da sxemlərlə, yəni qablar üsulu ilə gedək. Birinci qabda duz məhlulunda bu qədər qram maddə var. Maddənin miqdarını yazıram qabın içərisinə. Və özü deyir 40%li məhluldur. Faizini də, yəni faiz tərkibini yazıram qabın xaricinə. Bununla deyir ki, qarışdır
M kvadratı çıx 3M üstəcə 7 qram olan 60%li duz məhlulunu qarışdır. Deyirsə, araya toplama qoyacaqsınız. Və deyir ki, alınan məhlulun duzluluq faizi 50%-dən çoxdur. Böyükdür 50%-dən çox. Yəni, bura 50% yazacaqsınız, bundan çoxdur. Amma alınan məhlulun miqdarına baxdıqda, bununla bunu qarışdırmışsınızsa, onları toplayıb yazmalısınız. Baxın, 2M kvadratla M kvadratını topladım, 3M kvadratı. Mənfi 14M-lə mənfi 3M-i topladım, mənfi 17M. Və 31 ilə 7-ni topladım, 38. Rahat həll etmə üsulu necədir? Bunları bir-birinə vurursunuz. Arada hansı əməl işarələr varsa onları yazırsınız. Yəni 40 vurulsun 2M kvadratı çıx 14M üstəgəl 31. Üstəgəl 60 vurulsun M kvadratı çıx 3M üstəgəl 7 böyükdür nədən? Onu mən biraz balaca yazım ki, uşaqlar bunları sığdıra bilim yazıma. Bircə dəqiqə. Kiçildə bilmədim ki. Deməli, böyüklükdə nə qalır? 50 vurulsun 3M kvadratı çıx 17M üstəgəl 38. İndi vurub açaq. 40-ı 2M kvadratına vurursunuzsa 80M kvadratı. Çıx 40-ı 10M-ə. Gəlin bunların hamısını 10-a bölək uşaqlar. Baxın 40-da 10-a bölünür, 60-da 10-a bölünür, 50-də 10-a bölünür. Balaca ədədlərlə işləyək. 4-ü 2M kvadratına vursam 8M kvadratı. Çıx 4-ü 14-ə 56M. 4-ü 31-ə 124 düz hesabladıqda uşaqlar. Üstəgəl, burada 4 qalmışdı, burada 6, burada 5. 6M kvadratı çıx 18M üstəgəl 42 böyükdür. 15M kvadratı çıx 15-i 5-i 17-yə vuranda 85M, sonra nə var idi orada? 38-ə vurduqda üstəcə 190. Deməli, 8M kvadratı, 6M kvadratı, 14M kvadratıdır. 15M kvadratını keçirdib çıxsam, qalacaq mənfi M kvadratı. Mənfi 56M, mənfi 18M edir 74M mənfi. Gəlin yazım onu. 85M-i də gətirirəm bunun yanına. Sonra 124 üstəcə 142 etdi, 166 çıx, 190-ı da gətirdim yanına. Mənfi M kvadratı, indi bunlar bizə verir 11M-i. 166-dan da bu 190-ı çıxdığımız zaman nə qədər qalır? 24 mənfi. Və bunun hər birin mənfiyə vursam, aradakı işarələr dəyişəcək və bərabərlik işarəsi də əksinə dəyişir hər tərəfi mənfiyə vuranda. İndi bu hissəni uşaqlar viyyətlə getməlisiniz. Biraz çətin məsələdir. Nə mənada çətin məsələ? Burada hələ viyyət teoremi keçməmişik, kvadrat tənlik keçməmişik, amma sual ona aiddir. Elə 2 ədəd düşünülməli ki, vuranda 24, toplayanda 11 etsin. O da 3 ilə 8-dir. Deməli, bu vuruqlarına ayrılır M-3, M-8 şəklində. Kökləri isə bunları sıfıra çevirən ədədlərdir. Biri 3-dür, biri 8. Yəni, M-i yeni 3 qoysam cavab 8 olur, bir də 8 qoysam. Bu da artıq gedir bərabərliklər dərsinə. Yəni, 8-dən böyük bir ədəd qoysam sən 9, bu hissə müsbət olacaq. M-dən 9-dan da 8 çıxsam müsbət, müsbətə vuranda müsbət. Bu işarələr ardıcıl gedəcək. Müsbət, mənfi, müsbət. Sizə sıfırdan kiçik yer lazımdır. Yəni, mənfi işarəsini qoyduğunuz aralıq. Deməli, M-in qiymətləri 3 ilə 8-in arasındadır. Neçə tam fərqli qiymət ala bilər? 4, 5, 6 və 7. Yəni, 4 dənə. Cavabımız olacaq 4 dənə. Bu da yeni sual idi uşaqlar. Yeni. Keçirik 40-cı suala. Və ağır sual idi. Deyir ki, birincidə M-i 2 dəfə artırsan, kəsrin qiyməti necə dəyişər? Baxın, bu M-dən necə asılıdır? Kvadratik asılıdır.
özü də yuxarıdadır. M 2 dəfə artırsa, deməli 2-nin kvadratı dəfə 2-nin kvadratına vurulacaq. Yəni 4 dəfə artacaq. 4 dəfə artar. Çünki sürətdədir, M kvadratından düz asılıdır. Bir cəmiyyətdə 4 dəfə artırsa, onun ilkin qiyməti 100% isə 4 dəfə artıb 400% olur. Çünki 100-ü 4-ə vurursunuz axı. Aradakı dəyişim nə qədərdir? Əgər 100-dən 400-ə gedirsə, deməli 3% artmış sayılır. Artar. 4 dəfə artmağın mənası 3% artmaq deməkdir. 4 dəfə artar Y variantı və 3% artar B variantı. B və Y uyğundur. 2-yə baxırıq. K-nı 3 dəfə azalt. Bax, K-nı 3 dəfə azaltmaq, K-nı 3-ə bölmək deməkdir. K yazmayacaqsınız. K-nın yerinə K böl 3 yazacaqsınız. Onu kvadrata yüksəldəndə K kvadratı böl 9 edir. Və bunu vurmaya çevirəndə 9 qalxır yuxarı uşaqlar. Deməli, 9 yuxarı qalxırsa, cəmiyyət 9 dəfə artmış sayılır. 9 dəfə artar. 9 dəfə artırsa, ilkin qiymət bunun 100% idi. 9 dəfə artırında 9-a vurursa olur 900%. Deməli, aradakı fərq nə qədərdir? 100-dən 900-ə gedirsə, 800% artım var burada. Artım. Çünki məxrəcdəki ədədi azaldığında kəsrin qiyməti artar. Tərs asılıdır axı. Deməli, 9 dəfə artar, D variantı buna uyğundur. 800-də uyğun cavab yoxdur deyə yazmırıq. Keçirəm üçüncüsünü. N-i 50% artırsaq. Bir ədədi 50% artırmaq, onun 150%-ni tapmaq deməkdir. 150%-ni də tapmaq o demək ki, 1,5-ə vur. Faizi ədədlə ifadə etmək 100-ə bölürsüzdür. 1,5 dəfə artmaq. Artmaq. N artır ha 1,5 dəfə. İndi N-in yerinə həmin o 1,5 dəfəni yazanda, yəni N-dən düz asılıdır, xəttə asılıdır. 1,5 dəfə yazacağıq. Və 1,5 dəfə artar variantı C variantında uyğundur. Cavab C. İfadənin qiyməti dəyişməz, heç birinə uyğun gəlmir. Deməli, 1-ə B-yə, 2-ə D, 3-ə C. Keçik 41-ə. 41-də deyir ki, diaqramda kitabxanaya gətirilən alman, fransız və ingilis dillərində kitabların sayı verilib. Gətirilən kitabların neçə faizi fransız dilindədir? Cəmi neçə kitab gətirilib uşaqlar? Hesablayın. Bunları toplayırıq. 70, 80 və 50. Cəmi 200 kitab gətirilib. Bu 200 kitab hamısı olduğu üçün buna 100% uyğundur. Və sizdən soruşur fransız dilini, yəni 70 kitab neçə faizdir? X. Çarpaz vurursunuz, həll edirsiniz. 200 vur X bərabərdir 70 vur 100. 100-dən 200 ixtisar aparsanız, burada 2x bərabər 70 qalır. X də bərabərdir 35%. Keçirəm 42-yə. Diaqramdakı kitablardan neçə faizi alman dilindədir? Diaqramda cəmi kitabların sayına baxmalısınız. 90, 60 və 50. 200 kitab var. Bu 200 kitab 100% uşaqlar. Çünki hamısıdır. Səndən soruşur nəyi? Almanca kitabları. Yəni 50 kitab neçə faizdir? Çarpaz vuraraq həll edə bilərsiniz. 200 vur X bərabərdir 50 vur 100. 100-dən 200 ixtisar gedir. 2x bərabərdir 50, x də bərabər 25. Və yaxud necə yanaşa bilərsiniz? Bu 200-dən 50-yə keçmək üçün 4-ə bölünüb, deməli 100 də 4-ə bölüb 25% olacaq. 43-ə keçirik. Deyir ki, həcmi düstur ilə verilən konus. Konusun həcmi düsturun uşaqlar 2-ci hissə test toplusunda öyrənəcəyik. Bu düstur verilibdir. Normalda bu düsturu sizə vermir, özünüz yazmalısınız. Amma hazırda faiz bölməsində düsturu keçmədiyiniz üçün özləri verib. Deyir, oturacağın radiusunu 10% artır, hündürlüyü 30% azalt, həcm necə dəyişsin? Həcmdə bu 3/1 pi sabit bir ədəddir. Pi-ni bilirsiniz də 3,14 təqribi. 3/1-ə də vuranda konkret ədəddir, yəni. Bizdən məhsul olan hissə R kvadratı vurulsun H-dır. Burayla işləyəcək uşaqlar.
Deyir ki, burada radiusu 10% artır. Radiusu 10% artırmaq onun 110%'ini tapmaqdır. 110'a vurdum, 100'ə böldüm. İndi kvadratik asıl deyəni kvadrata yüksəltməliyəm. Hündürlüyü 30% azalt. 30% azaltmaq isə 100-dən 30 çıxıb 70%'ini tapmaq deməkdir. Hündürlüyün yerinə də bunu yazdım. Bərabərdir uşaqlar. Sadələşdirək. Burada sıfırlar gedir. 10'da 11'i kvadrata yüksəltsəniz 100'də 121 vurulsun. Burada da sıfırları silsəniz 10'da 7h. Yəni 7'ni 121'ə vuranda 7, 14 bir yadda, orada da 8, 847, aşağıda da 1000 var da. 1000'ə böləndə 0,847. Burada r-in kvadratı da var, unutmayaq. R-in kvadratı h. Bax, belə bir ifadə alırsınız. Əgər siz bunu faizlə ifadə etmək istəyirsinizsə, faizlə ifadə edəndə ifadə 100'ə vurular, 84,7%. İlkin qiymət həmişə 100%dir. Amma siz gəlib alırsınız 84,7%. Deməli, buradakı dəyişim nə qədərdir? 100 çıx 84,7 bərabərdir 15,3% azaldı. Azaldı, azalmanı da yazmalısınız. Yəni, arta da bilər, azaldı da. Siz 100'dən kiçik qiymət alırsınız, deməli azalıb. Keçik 44'ə, eyni məsələdir. Çalışın, sərbəst yazın uşaqlar, sərbəst. Biraz beyninizi işlədin suallara. Ecsalda öyrənmək mümkün deyil. Bunu hər dəfə sizə xatırladıram ki, köçürməyə meyilli olmayasınız. R kvadratı vurulsun h-dan asılıdır da bizim ifadəmiz. Uşaqlar 3/1 pi-dən asılı deyil. Çünki 3/1 pi dəyişmir. Dəyişən orada r-dən h-dır. Deməli, r kvadratı h olan hissəni yazdım ayrıca. Deyir, konusun radiusunu 10% azalt. Radiusu 10% azaltmaq 100'dən 10 çıxdın, 90%'ini tapmaq deməkdir. Amma orada radiusun kvadratı verilibsə, yeni radiusun da kvadratını yazmalıyıq. Hündürlüyü 20% artır, yəni 100'ün üstünə 20 gəlində 120%'ini tap. Sadələşdirək. Bu sıfırlar gedir, qalır 10'da 9. Kvadrata yüksəldəndə 81 r kvadratı vur. Bunlar da gedir, qalır 10'da 12h. Deməli, məxrəc 1000. 81 12'yə vurmalısınız. Uşaqlar, vuraq görək neçə eləyir. 2, 16, 1, 8, 972. Silirəm. Deməli, burada oldu 972 r kvadratı h. Bu da nə deməkdir? 1000'ə böləndə 0,1000'də 972 r kvadratı h. Əvvəl r kvadratı h-dan asılı idi və indi 0,1000'də 972 r kvadratı h alındı. Yəni, əgər buna 100% kimi baxsaq, ilkin qiyməti idi, heç nə dəyişməmişdi. Bunu faizə çevirdikdə 100'ə vuracaqsınız, 97,2% deməkdir. İlkin qiymət 100 idi, sonra alınıb 97,2%, deməli 2,8% nə edib? Azalıb. Və 45'ə baxıram. Boş hovuza A borusu ilə 6 saata, B borusu ilə 3 saata dolur. A borusundan 3% xlorlu B borusundan 6% xlorlu su axır. A və B boruları eyni anda açılarsa, boş hovuzu doldurduqda hovuzdakı suyun xlorluluq faizini tapın. Gəlin bir sahada görülən işlə gedək, elə o sxemlərdəki kimi işləyək. Baxın, tutaq ki, bu 6 sahada dolursa, bir sahada işin hansı hissəsini görəcək? 6'da 1 hissə qədər su vuracaq. 6'da 1 hissəsi nə qədər tutursa. Sonra bu özdə deyir 3% xlorlu su vurur. Sonra ikinciyə baxırıq. Əgər 3 sahada tam doldurursa, mən bir sahada görülən işi, ikisinin eyni zamanda gördüyü iş tapıram. İkisi də bir sahada. Bu qədər hissə iş görür. Bu da 6% xlorlu su vurur. İkisi bir yerdə nə qədər su vurur? Sualının cavabı 6'da 1 ilə 3'də 1'in cəmidir. Və deyir ki, bu zaman alınan məhlulun faizi nə qədərdir? Biz necə həll edirdik? 6'da 1 bu gördüklərinizi götürüb vurursunuz faizə. 3'də 1 vur 6 bərabərdir. Bunların cəmi uşaqlar ortaq məxrəci gətirək, yoxsa gəlin gətirək də ortaq məxrəcə. Ortaq məxrəc 6 eləyəcək.
Deməli, bunu 1-ə, bunu 2-yə vuracaqsınız. Toplayanda 6-da 3, bunu da x-ə vurursunuz. Təbii ki, alınan cavab x-ə vurulmalıdır. Deməli, ixtisar edəndə 2-də 1, üstə gəl 2 bərabərdir. Bunları da ixtisar edəndə 2-də 1, x. Sol tərəfdə ortaq məxrəci gətirsəniz 2-də, bu məxrəci 1-dir, 2-yə vurulacaq. 2-də 5 bərabərdir. 2-də 1, x-ə, deməli 2-lər ixtisar gedir, x qalır 5. Deməli 5%li məhlul alınacaq. Bir sahada görülən işi tapırsınız, bir sahada hansı faiz tərkibində məhlul alınırsa, bunlar ikisi bir yerdə 2 saatda işləsə, 3 saatda işləsə, o faiz tərkibi dəyişmir. Miqdar dəyişir, amma faizi, yəni dadı deyək də, dəyişmir, eyni qalır. Deməli, uşaqlar, faizin bu bölməsini də bitirdik. Qaldı sonuncu başlıq. Hələlik sonuncu başlıqda görüşərik.